Sığorta ödənişinizi almaqda çətinlik çəkirsinizsə, bu video tam da sizə görədir. Könül istərdi ki, hər kəsin gündəlik həyatda istifadə etdiyi sığorta xidmətində heç bir qüsur olmasın və müştərilərimiz hər zaman məmnun qalsınlar. Lakin təəssüflər olsun ki, reallıq bundan çox fərqlidir. Reallıq ondan ibarətdir ki, müştərilər sığorta müqaviləsini oxumaqda maraqlı olmurlar. Bu səbəbdən də sığorta şirkətləri asanlıqla müqavilənin standart şərtlərinə və onsuz da başa düşülməsi çətin olan qanunlara istinad edərək sığorta ödənişini gecikdirə, azalda, hətta çox hallarda mülki məcəllənin 935-ci maddəsini istinad edərək sığorta ödənişindən imtina edə bilirlər. Məsələn, bu şərti bilirsiniz ki, əgər şəxs əmlaka dəyən zərərin qarşısını almaq üçün lazımi və mümkün olan bütün tədbirləri görmürsə, sığorta şirkəti tam sığorta ödənişindən imtina etməyə haqlıdır. Əslində məntiqli səslənir, düzdür, amma tamamilə cəfəngiyatdır. Bu sadəcə yüzlərlə nümunədən biri idi. Unutmayın ki, qarşınızdakı sığorta şirkətinin hüquqdan danışmağa hazır onlarla hüquqşünası var. Əgər belədirsə, siz Right Welton-a müraciət etmək üçün nə gözləyirsiniz?